Bu gün bir xəbər eşitmişəm, o qədər üzülmüşəm, o qədər ağlamışam ki, yəni sizinlə də bölüşmək istəyirəm. Ümumiyyətlə həyatda bəzi nələrsə danışanda sizə yönəlik məsləhət kimi qınayırlar, amma mən də bu həyatda gördüklərimdən, təcrübələrimə əsasən deyirəm. İndi desəm ki, övladınıza görə həyatınızı qurban verməyin. Yəni deyəcəksiniz ki, bu nə deməkdir? Amma indi sizə bunu danışacağam, biləcəksiniz nə deməkdir. Demək, bir ana var. Yəni 36-37 yaşlarındadır, tez ailə qurubdur. 16-17 yaşından ərə veriblər. Bir qızı, bir oğlu var. Qızı artıq ailə qurubdur. Bu ana boşanıbdır. Boşandıktan sonra, yəni uşaqları balacaymış, 2-3 yaşında, o gündən bu yana, yəni bu insan çox zülümlər çəkib, nələr çəkib və uşaqlarını böyüdübdür. Oğlunu təhsil alsın deyə Türkiyədə, yəni pulla hansısa institutda düzəltdi. Sonra da uşaq dedi ki, mən o üzrə oxumaq istəmirəm. 2 il nə zülmlə təhsil haqqı ödədi və axırda da o ləğv olundu. Sonra kızı da yəni ki nişanlandı. Sonra bu yaxında onun nişanlısı ilə anası arasında bir anlaşılmazlıq, söz-söhbət olmuşdu və buna görə də qız ailə qurduqdan sonra oğlan deyib ki, ananla danışmayacaqsa. Təsəvvürlə ana sevinə-sevinə qızın evinə getmək istəyəndə qoymayıblar. Deyiblər ki, kim gəlirsə anam gəlməsin. Ana da bu söhbətdən sonra yəni stresə düşdü. Hələ bazmış kimi o bacı qardaş aralarında nə söhbət ediblər, oğlu da başladı anasına soyuqlaşmağa. Onsuz da ana mənə danışırdı ki, mən yəni qızımın bu hərəkətindən sonra şok keçirmişəm və oğluma da inam etib. Və dalınca da bir də gördüm deyir ki, elə oğlum da görürəm məndən soyuq danışır, mənə nəysə inanmır, bacısı ilə məsləhətləşir, nə deyir, nə demir. Nəysə bu hal yəni cəm bir ay içində baş veribdir. Bu şeyler. Bir ayın içerisinde ana yemədi, içmədi, da depresyona düşdü, stres keçirdi və mən dünənlərimi eşitmişəm ki, xəstəxanaya qaldırıblar. Ağır vəziyyətdə, qan axma, qan faizi o qədər aşağı düşüb ki, yəni adam ağzından köpük gəlir, yıxılır yerə. Pulları da olmayıbdı. Özələ qoysunlar, dövlət xəstəxanasına yerləşdiriblər ki, müvəqqəti heç olmasa qan versinlər ki, qanla biraz özünə gəlsin ki, sonra bunu analizlər edib, niyə belə olduğunu. Həkimlər ehtimal eləyir ki, stressdən mədəsi deşilib, yəni qan oradan gedir. Bu insanın qanı həddindən artıq düşüb də aşağı, yəni ölümcül vəziyyətdədir. Hətta bəzilər deyir ki, bəlkə sağ çıxmaya da bilər. Və təsəvvür edin ki, hələ bu hala düşmə otelə dursun. Qızına, oğluna xəbər veriblər. Qayıdıb nə desələr yaxşıdır. Deyiblər ki, artisti eləyir, yəqin bizlə barışmaq üçün. Yəni